Avropada kiraya ev götürüb, həmin evi də kiraya verib pul qazana bilərsiniz. Bəs bunun üçün nə etmək lazımdır? Daha ətraflı həm yerlimiz Asim Cəllovdan eşidəcəyik. Nə etmək lazımdır bunun üçün? Bu ölkədən ölkədə fərqlidir. Yəni ölkənin qayda qanunlarına bilməlisiniz əvvəlcə. Məsəl üçün tələbələrin daha çox olduğu Polşadır, Macarıstandır. Orta təmirli və ya aşağı təmirli ev götürürsüz. Həmin evi daha yaxşı özünüz təmir eləyə bilərsiniz və ya da kiməsə təmir etdirə bilərsiniz. Ondan sonra həmin evi Airbnb üzərindən, yəni bu hazırda evlərin kirayə verilməsi üzrə platformadır, qısa müddətli. Yəni platforma üzərindən evləri kirayə verib, məsəl üçün siz evi götürürsünüz 800 euroya aylıq, 900 euroya aylıq. Həmin evin məsəl üçün doluluq müddəti ayda 20 gün, 15 gün, 22 gün, indi baxır sezonuna görə dəyişə bilər, 10 gündə dolu ola bilər. Həmin evi günlük kirayə verərək daha çox pul qazana bilərsiniz. Özdə buna nəzarət etmək üçün fiziki olaraq evin yaxınlığında da olması olar. Məsələn, Azərbaycandan oturub idarə etmək olarmı bunu? Misal İdarə etmək olar. Yəni çünki platforma sizin əlinizin altında olur. Kimlər evə tutur, ödəniş eləyir, onlar hamısı siz görürsünüz. Bir evdən ortalama yaxşı onu idarə eləsəz 800-900 euro qazana bilərsiniz aylıq. Amma bunu biznes kimi eləsəz, harasa bu 5 ev, 15 ev, 20 ev eləsəz və daha çox kifayət qədər daha çox pul qazanmaq olar. Asim, bir də belə başa düşdüm, bu işə başlamaq üçün elə çox vəsaitə də ehtiyac yoxdur. Təxminən 1-2-3 mindən etmək olar məncə. Bəzi ölkələrdə vergilər aşağıdır və yaxud da ki, aylıq kirayə qiymətləri aşağı və yuxarı ona görə tənzimləyə bilirsiniz. İlk olaraq depozit qoyursunuz, həm giriş, həm çıxış ayını. Eləncə evlər götürəndə minimum onu 5 illik müqavilə bağlamalısınız ki, 5 il ev məndə olacaq. Evi kirayə götürəndə o ilə müqavilə bağlamalısınız ki, mən evi də kirayə verəcəm. Yəni bu müqavilədə mütləq olmalıdır. Yəni bu isə müqavilə olmasa siz evi kirayə verə bilmirsiniz. Çox sağ ol Asim, minnətdaram, var ol, təşəkkür edirəm sənə. Sağ ol.